Salam dostlar, Füyuzat televiziyasında mən Tural İsmailovun təqdimatında arxa plan verilişini izləyirsiniz. Biz ötən verilişdə Əkbər Qoşalı ilə ortaq türk ədəbiyyatı haqqında müzakirə apardıq. Bu gün isə konkret olaraq fokus sahə olaraq poeziyadan danışacağıq. Türk şeiriyyatının hazırki durumundan bəhs eləyəcəyik. Arxa planda mənim qonağım Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı şair İntiqam Yaşardır. İntiqam, xoş gəlmisən. Xoş gördük, hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm. İntiqam, əvvəlcə istəyirəm birinci Dünya Gənc Türk Yazarlar Birliyindən biraz danışaq, bəhs eləyək. Uzun illərdir fəaliyyət göstərir və keçmiş başqanlarından olan Əkbər Qoşalı da bizim ötən verilişdə qonağımız idi. Həm də siz ötən il Sosial Tədqiqatlar Mərkəzində maraqlı bir tədbir də keçirdiniz. Sizin təşkilatdan biraz bəhs edək, daha sonra konkret poeziya ilə bağlı bir neçə sualım olacaq. Buyurun. Bəli, Dünya Gənc Türk Yazarlar Birliyi artıq 25 illik fəaliyyət dönəmini tamamladı. Bu 25 il müddətində türk dünyasını əhatə edən ədəbi bədii layihələr həyata keçirilibdir, hal-hazırda da keçirilməkdədir. Təşkilatın əsası 1998-ci ildə Qazaxıstanda qoyulub, 1999-cu ildə isə Azərbaycanda dövlət qeydiyyatına alınmış bir qurumdur. Təşkilat yarandığı gündən bu yana türk ölkə və topluluqlar arasında ədəbi-mədəni əlaqələrin öz nizamnaməsində də bu öz əksini tapır. Ədəbi-mədəni əlaqələrin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub, bu istiqamətdə onlarla layihə həyata keçirib. Vurğuladığınız kimi, keçən ilk dəfə Azərbaycanda Türk Dünyası Gənc Yazarların 1-ci Bakı forumu həyata keçirildi və həmin forum çərçivəsində türk ölkə və topluluqlarından ölkəmizə yazarlar, qələm dostlarımız gəldilər. Forumda müxtəlif türk ədəbiyyatını, türk dünyasını əhatə edəcək ideyalar ətrafında fikir mübadiləsi aparıldı. Forumun keçirildiyi günlərdə həm də Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubiley törəni qeyd olundu və təşkilatın bu zamana qədər əməkdaşlıq etdiyi qurumlar, əməkdaşlıq etdiyi mətbuat orqanlarının iştirakı ilə həm təltif mərasimi oldu və bu forumla bir neçə qarşıda duran məsələlərin, qarşıda duran ideyaların da əsası qoyulmuş oldu, müzakirə predmetinə çevrildi. Ondan sonra yenə türk dünyasını əhatə edən, türk dünyasında səs salacaq ədəbi ideyaların həyata keçirilməsi istiqamətində fəaliyyətimiz yenə davam edir. Bu fəaliyyətlər çərçivəsində mən bir şey də vurğulayım ki, həmin forumun dəstəkçisi qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyi idi və o forumdan sonra bizim Dünya Gənc Türk Yazarlar Birliyi olaraq həm Qazaxıstanda, həm Qırğızstanda, Qarabağda 30 illik ekoturizm şəbəkələri adlı bir layihəmizdə həyata keçirildi. Həmin layihə isə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilirdi və layihə çərçivəsində Qırğızstanda, Qırğızstan, Türkiyə, Manas Universitetində diplomatların, təhsil ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin, təmsilçilərin iştirakı ilə, gənclərin iştirakı ilə böyük bir tədbir həyata keçirildi. Eləcə də Qazaxıstanda həmin layihə çərçivəsində tədbirimiz baş tutdu. Bu layihələri biz çox sadalaya bilərik. Bundan əlavə bildiyiniz kimi 2024-cü il Lənkəran şəhəri Türk Dünyasının Gənclər Paytaxtı idi. Azərbaycan Respublikasının Gənclər Birliyi Nazirliyinin dəstəyi ilə Türk Dünyası Gənc Yazarlarının Lənkəran Toplantısı adlı bir başqa layihəmiz də həyata keçirildi. Türk ölkə və topluluqlarından yenə qonaqlarımız vardı. Lənkəran şəhərində biz tədbirimizi həyata keçirdik. Bakı şəhərində tədbirimiz həyata keçirildi. Müxtəlif qurumlarla görüşlər oldu və bu istiqamətdə bayaq da vurğuladığım kimi fəaliyyətlərimiz davam edir. 2025-ci ildə isə Qərbi Azərbaycan ədəbiyyatının türk dünyasında təbliğ istiqamətində bir layihəmiz var ki, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin dəstəyi ilə bu layihənin icrası ilə 2025-ci ildə məşğul olacağıq. Bu layihə biraz qısaca bəhs edə bilərsənmi? Nədir, yəni konkret? Biz bu layihə çərçivəsində mövzusu Qərbi Azərbaycan olan, hal-hazırda bildiyiniz kimi bizim üçün prioritet məsələlərdən birincisi Qərbi Azərbaycandır. Mövzusu Qərbi Azərbaycan olan, o torpaqlarda anadan olmuş yazarların əsərlərində göstərilən mövzu ətrafında fikir mübadiləsi aparmaq, tədbirlər həyata keçirilmək və onları kitablaşdıraraq türk dünyasında təbliğ etmək. Bu layihə çərçivəsində çox güman ki, yenə də türk ölkələrində tədbirlərimiz həyata keçiriləcək. Gənclərin türk dünyasının bu mövzunu bilməsi,
bu mövzu ətrafında fikir mübadiləsi aparması çox vacibdir. Çünki biz həqiqətlərimizi birinci özümüz, sonra qardaşlarımıza bildirməliyik ki, ondan sonra dünyaya təbliğ edə bilək, dünyaya çatdıra bilək. İntiqam, bəs ümumiyyətlə bütövlükdə heç təşkilat başqanı kimi demirəm. Təbii ki, indi Dünya Gənc Türk Yazarlar Birliyi kifayət qədər həm qeyri-hökumət təşkilatı kimi aktivdir, həm ədəbi cəmiyyənin içərisində türk dünyasını özündə birləşdirən və bu qədər geniş fəaliyyət prizması olan bir qurumdur. Amma şair kimi necə düşünürsən? Səncə türk dünyasının şairləri arasında əlaqələr ürəkaçan səviyyədədirmi? Bir məsələni vurğulamaq istəyirəm ki, artıq dövr, müasir dövr onu tələb edir ki, hər şey sürətli şəkildə baş verir. Bunun da əsas səbəblərindən biri internet resurslarının kifayət qədər interaktivliyidir, sürətli olmasıdır, sosial şəbəkələrin həyatımıza aktiv şəkildə daxil olmasıdır. Bu gün əlaqələrin böyük bir hissəsini sosial şəbəkələr üzərindən olan əlaqələr təşkil edir. Məsələn, bugün Azərbaycanda çap olunan hər hansı bir gənc yazarın Azərbaycanda çap olunan bir kitabının xəbəri kitabın sosial şəbəkə Azərbaycan segmentində elanından saniyələr sonra Özbəkistanda, Qazaxıstanda, Türkiyədə, Türkmənistanda, Qırğızstanda, digər türk ölkə və topluluqların hər birində sürətli şəkildə yayılır və reaksiyalar gəlir. Mən o səfərlərdə olarkən, məsələn, keçən il həm də onu vurğulayım ki, Tatarstanda, Başqırtıstanda, Türkiyədə, Qazaxıstanda, Qırğızstanda demək olar ki, mütəmadi səfərlərdə oldum və mən orada bir şeyin şahidi oldum ki, artıq o coğrafi uzaqlıq bir növ bu sosial şəbəkələr aktivləşəndən sonra bir növ aradan qaldırılıbdır. Çünki Özbəkistanda, məsələn, Azərbaycanla əlaqəsi olan, məsələn, hər hansı bir layihədə iştirak edən, topluluqlarda iştirak edən, dərgilərdə iştirak edən xeyli yazarlar, məsələn, Azərbaycanla əlaqələrdə çox maraqlıdırlar və bu əlaqələrin orada olarkən daha yaxşı hiss etmək olur. Eləcə də digər ölkələrdə, Türkiyədə də onun kimi, məsələn, mütəmadi olaraq sosial şəbəkələrdə görürəm, bizim Azərbaycan yazarlarının Türkiyənin müxtəlif dərgilərində şeirləri, müxtəlif məzmunlu yazıları çap olunur, eləcə də kitabları çap olunur, Özbəkistanda mütəmadi olaraq çap olunur, özbək yazarların Azərbaycanda kitabları çap olunur, həm istər bizim təşkilat vasitəsində həyata keçirilən layihələrdə, istərsə də özlərinin fərdi şəkildə bu əlaqələr artan tezliklə inkişaf edir. Amma biz bundan kifayətlənməliyik yox. Çünki biz ədəbiyyat, mədəniyyət elə bir sahədir ki, konkret bugün hər hansısa bir yatırım etdim, sabah ondan nəticə gözləyim deyə bir anlayış yoxdur. Yəni, uzun zamana hesablanmış bir mövzudur və uzun zamana hesablandığı üçün də onun nəticələrini, məsələn, 100 illər bundan öncə hər hansısa bir ədəbi hadisənin biz bugün nəticəsini hiss edə biliriksə, biz bugün istinad edəndə o ədəbi hadisələrə istinad ediriksə, o ədəbi böyüklərimizə istinad ediriksə, bundan sonra gələnlər də bugün atılan addımlara istinad edəcəklər, kitablara istinad edəcəklər, dərgilərə istinad edəcəklər, qaynaqlar bunlardır. Və sosial şəbəkələrin, internet resurslarının çoxluğu nə qədər ürəkaçan olsa da, amma kitabın fiziki toxunuşa malik olan kitabın, dərginin yerini heç nə vermir. Çünki sabah bugün gözümüzün qabağında bugün neçə-neçə dərgilər, internet dərgilər açılır, bağlanır və o resurslar itir. Düzdür, çeviklik baxımından, əlçatanlıq baxımından onlar yaxşıdır, amma onların kitablaşdırılması, onların dərgiləşdirilməsi, dərgilərdə olması sabah üçün istinaddır. Bugündən kifayət etmək olmaz və sabaha nəsə ötürmək istəyiriksə, biz kitaba, qəzetə, kağız çap məhsullarına üstünlük verməliyik və ən azı onların rolunu inkar etməməliyik, əgər sabaha nəyisə ötürmək istəyiriksə. Bu baxımdan mən sizin sualınıza konkret cavab vermək istəyirəm ki, əlaqələr var, inkişaf edən istiqamətdə gedir, amma biz bugün kifayətdir desək, yanlış eləmiş olaraq. Hər gün yeni bir ideya ortaya çıxır, hər gün yeni bir reallıq, hər gün yeni bir məhsul ortaya çıxır və biz bunun təbliğini, bunun daha geniş areala çıxmasını təmin etməliyik.
Deməli, İntiqam elə türk toplumları var ki, ayrı-ayrı təbii ki, türk dil ailələrinə mənsubdurlar və tutaq ki, məsələn biz indi Türkiyə türkçəsində yazılan bir şeir nümunəsini oxuyuruq, anlayırıq. Orada belə sərbəst vəzində yazılsa da, bir xeyli Azərbaycan poeziyası ilə Türkiyə poeziyasında fərqliliklər var. Məsələn, deyək ki, Çuvaş poeziyası və yaxud da bəhs elədən Tatar poeziyası, hardasa Tatar dilinə başa düşürük, Qıpçaq dil ailəsinə mənsub olan xalqların poeziyası. Tərcümə sahəsində əməkdaşlıq səncə qanedici səviyyədədirmi? Tərcümə sahəsi çox çətin sahədir. Əvvəldən belə olub. Bəzən qeyri-türk dillərindən tərcümə daha asan olur. Nə ki, öz türkçə, müxtəlif türkçələrimizdən tərcümə. Niyə elədir? Çünki biz bəzən elə bilirik ki, türkçəsini təmiz bilirik. Amma ədəbiyyatın, ədəbi dilin, elmi dilin fərqi çox o prosesə başlayarkən hiss olunur. Çox təəssüf ki, bəzən indi nəşriyyatlarımız var ki, hər hansısa bir sıradan bir redaktora, tərcüməçiyə kitab həvalə edirlər, elə bilirlər ki, tərcümə elədilər. Onlar da elə bilirlər ki, tərcümə ediblər, amma kitabı açıb vərəqləyərkən, oxuyarkən görürsən ki, yox, heç o tərcümə mümkün deyil. Mənim bir xeyli şeirlərim vaxtilə müxtəlif tərcüməçilər uyğunlaşdırıblar tərcümə demək türkçəsinə. Amma mən onların heç birinin çapına icazə verməmişəm, çap elətdirməmişəm. Çünki baxmışam ki, o səviyyədə deyil. Yəni, biz bugün gündəlik danışıqda türkçəsini anlayırıqsa, o demək deyil ki, biz tərcümə səviyyəsində anlayırıq. Təbii. Hər işin peşəkarlığı önəmlidir və bu həvəskarlığa alışdırırıq, maraq oyatmaq baxımından, amma o peşəkar müstəviyə qalxanda artıq onu diqqət etmək lazımdır ki, yaxşı mətnlər zədələnməsin. Bu baxımdan tərcüməni hələ ki mən qanedici hesab eləmirəm. Tərcümə də demək olmur, uyğunlaşdırma demək olar. Gərək məsələn dil daşıyıcıları o dili elə səviyyədə bilsinlər ki, o dildə düşünmək səviyyəsində bilmək lazımdır ki, onu sən tərcümən uyğunlaşdırman üst-üstə düşsün. Və hərf tərcüməsini daha çox edirlər, o da xətalıdır. Yəni üslubu və fikri məncə tərcümə eləmək lazımdır. Bəli. O artıq bir növ Google tərcüməsinə oxşayır və o da effektiv deyil. Çünki o frazoloji birləşmələr var. Məsələn, hər dilin özünə məxsus frazoloji birləşmələri var. Sən onu hərfi tərcümə edəcəksən, o tamamilə başqa məna verəcək və eləyirlər də. Gördüyünüz kimi müxtəlif vaxtlarda sosial şəbəkələrdə də hər hansı kitabı paylaşırlar ki, gülüş obyektinə çevirirlər. O istər-istəməz yaxşı bir hal deyil. Gərək dediyim kimi o səviyyədə peşəkarlıq nümayiş etdirən şəxslər o işlə məşğul olsunlar ki, sabah hər hansısa bir nöqsan qınaq obyektinə, gülüş obyektinə çevrilməsin. İntiqam, bəs türk şeiriyyatının ən yeni dövr problemləri nələrdir səncə? Ümumi türk şeiriyyatının problemləri bilirsiniz, bizim özümüzü deyib özümüz eşitmək məsələmiz tamam başqa şeydir. Biz dünyaya çıxmaq istəyiriksə, yenə də tərcüməyə gəlirəm. İndi türk şeiriyyatı deyərkən mən onu Azərbaycan türkçəsini, Türkiyə türkçəsini, Özbək türkçəsini bir-birindən ayırmıram. Türk şeiriyyatı. Bəzən bizdə deyirlər dünyaya çıxmaq, biz də dünyanın bir parçasıyıq, dünyadan kənarda deyirik ki. Eləcə də türk şeiriyyatı baxımından. Bilirsiniz, bugün əgər daha geniş ariyala çıxmaq istəyiriksə, yenə də bayaq o dediyim tərcümə məsələsi. Bugün Azərbaycanda heç kimi deyə bilməz ki, tərcümə istənilən yaxşı səviyyədədir. Məsələn, bizim çox istedadlı gəncliyimiz var. Mən tam əminliklə deyə bilərəm ki, o dünyada poeziya istiqamətində, poeziya masasında görünən o müəlliflərin bərabərində bəlkə də ondan üstün müəlliflərimiz var. Amma bizim problemimiz nədir? Bizim problemimiz onu təqdim edə bilməməyimizdir. Peşəkar tərcümənin olmamasıdır. Məsələn, nəşriyyatçılıq var, mətbəəçilik var. Bizdə Azərbaycanda çox təəssüflər olsun ki, böyük əksəriyyət, hələ bu bir kiçildilmiş variant deyirəm, böyük əksəriyyət bəlkə də tam əksəriyyətdir. Mətbəəçiliklə məşğuldur. Mətbəəçilik tamam başqa bir şeydir. Nəşriyyat işi tamam başqa bir şeydir. Məsələn, Avropada, digər ölkələrdə nəşriyyatlar institutlaşıblar və bu nəşriyyatların illik planı var. Məsələn, ilin əvvəlindən bunlar plan tuturlar ki, mən hansı müəllifin PR-ınla məşğul olacağam, hansı müəllifi çap eləyəcəm, hansı tirajla çap eləyəcəm və bu iş sistematik şəkildə
mexanizm şəklində inkişaf edir və nəticə əldə olunur. Amma bizdə nədir? Bizdə müəllif kitab aparır, çap eləyir, nəşriyyat deməkdə mətbəə çap elədi, bundan da iş bitmiş sayılır. Bir növ buna əlavə dəstək vacibdir. Çünki gəlin reallığı danışaq. Bu gün xüsusi olaraq mədəniyyət sahəsinə, ədəbiyyat sahəsinə sıxışdırılmış bir təbii axın da deyərdim buna. O təbii axının içərisində sıxışdırılmış bir ədəbiyyat, mədəniyyət istiqamətinə əlavə dəstəyin olması çox vacibdir. Bu KSM layihələri var, bütün dünyada mövcuddur, məşhurdur. Məsələn, biz 20-ci əsrdə xeyriyyətçilərimizin ədəbiyyata, mədəniyyətə olan dəstəyinin nə qədər bu gün nəticəsini hiss edirik. Bu gün də o mexanizm işlək olmalıdır, təbliğ olunmalıdır. Ədəbiyyata, mədəniyyətə dəstək olan qurumlar önə çəkilməlidir. Bu təşviq olunmalıdır. Bu nəticə verə bilər. Amma hər şeyi yazarın üzərinə qoymaq və çəkilmək bu nəticə verməyəcək və bir reallıqla da barışaq ki, bu gün Azərbaycanda ən az təbliğ olunan, ən az reklam olunan kitabdır. Problem nədir? Reklama heç bir ehtiyac olmayan hər məhsulu biz görürük. Reklamla pul ayrılır. Amma sosial şəbəkənin olduğu dövrdə məsələn reklam elə hər bir yazar həm də özünün PR-çısı ola bilər də, yəni tutaq ki, televiziyaların eləyirlər. Tam demirəm ki, televiziyada reklam olunsun. Məsələn, o dediyim digər məhsullar sosial şəbəkədə də, televiziyada da, hər yerdə gözümüzə dəyir. Küçə reklamlarından tutmuş hər yerdə. Bunu kitaba da tətbiq etmək lazımdır. Kitab nə qədər təbliğ olunsa, biz niyə icbari təhsil deyirik? İcbari təhsil, yəni uşağı başlı-başına buraxsan, o məktəbə yaxın getməz. Bu nədə? İcbari təhsil olmalıdır ki, bu müəyyən bir dönəmi keçsin. Məsələn, 5-ci sinifdən, 6-cı sinifdən, 7-ci sinifdən sonra bu artıq dərk edir ki, bunun təhsil həyatında nə qədər vacib əhəmiyyət daşıyır və bəlkə ondan sonra icbari olmasa da oxuyacaq. Amma o dönəmə qədər icbaridir. Mədəniyyətin, ədəbiyyatın təbliği də bir icbarilik prinsipi olmalıdır. Yəni, cəmiyyət kitabdan nə qədər uzaq düşdükcə cəmiyyətdə problemlər o qədər artır. Müxtəlif xoşagəlməz hallar, istiqamətlər, cəmiyyəti parçalayan müəyyən xəttlər inkişaf edir və çox təəssüf ki, acı nəticələrini toplum olaraq hamımız hiss edirik, görürük. Qonşumuzda baş verir, qohumumuzda baş verir. Nəyin nəticəsidir? Kitab oxuyan insan, kitaba yaxın olan insan o işlərlə məşğul olmaz. Bir mənalı, elədir. Nədir? Təbliğat. Təbliğat çox olmalıdır. Bunun tək çıxış yolu budur. Təşəkkür edirəm, İntiqam. Təşəkkür edirəm. Mən də uğurlar arzu edirəm verilişinizə. Sağ olun. Xatırladım ki, bu gün arxa planda mənim qonağım Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı şair İntiqam Yaşar idi. Biz Türk dünyası poeziyasından danışdıq. Amma mən düşünürəm ki, Türk dünyası poeziyası çox geniş anlayışdır. Bizim hələ kəşf eləmədiyimiz bir xeyli dəyərli coğrafiyalarda yaxşı əsərlər var. İndi İntiqam bəy bu işlə məşğul olduğuna görə yəqin ki, növbəti verilişlərdə biz konkret ayrı-ayrı türk xalqlarının ədəbiyyatına da ayrıca bir nəzər salarıq. Sağ olun, salamat qalın.